Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vessalatu vesselamu ala Resulillahil amin ve ala ehli beytihi teyyibine tahirin. Ve la'netullahi ala a'daihim vel gasibine li hukukihim vel munkirine li fezailihim minel an ila yevmiddin. قال الله تبارك وتعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم أما يتساءلون عن النبع العظيم صدق الله العلي العظيم. Yenidən sizləri xoş gördük, əziz və hörmətli izləyicilər. Ümid edirəm, bu gözəl, bu mübarək ayda gözəl dualar edirsiniz, ibadət edirsiniz, itaət edirsiniz. Bu ayın dəqiqələrini, saatlərini, günlərini fota vermirsiniz. Və inşallah Allah da bu işdə sizə yardımcı olacaq və Allah da öz rəhmət qapılarını bu ayda üzümüzə necə ki açıbdır, o rəhmətini hamımıza şamil edər. İnşallah mən Allahdan istəyirəm, bu ayın şəhidi Ağa Əmirul Müminin Əli ibn Əbi Talib xatirinə Allah bütün dua və ibadət və itaətlərimizi qəbul eləsin və gələn günlərimizi keçən günlərimizdən daha xeyirli, bərəkətli qərar versin. Biz Ağa Əmirul Müminin Əli ibn Əbi Talib əleyhissalatu vəssalamın şəhadətinin münasibəti ilə elə imamlardan danışırıq, imamətdən danışırıq. Bugünkü söhbətimiz də elə o mövzudadır. Çünki Qur'an-ı Kərimə nəzər saldıqda Ağa Əmirul Müminin Əli ibn Əbi Talibin xüsusi olaraq haqqında nə qədər ayəni görürük və o ayələrin təfsirinə baxdıqca Ağa Əmirul Müminin şəxsiyyətinin ucalığını və Allah nəzərində məqamının ucalığını görürük. İnşallah bugünkü söhbətimizdə də elə bu məsələlərə toxunub siz əzizlərə bu naqis dilimizlə bir qədər məlumat verərik. Və məlumdur ki, imam, rəhbər, ağa biz insanların islahı üçün qərar verilibdir. Necə ki, Həzrəti İmam Hüseyin əleyhissalatu vəssalam Kufədən çıxdıqda qardaşı Muhammed Hənəfiyyəyə bu sözü deyir. Deyir, mən Kufəyə gedirəm, innəma əxrucu, mən Mədinədən çıxıb Kufəyə tərəf gedirəm, yalnız və yalnız ona görə li tələbi islahi ümməti cəddi, babam ümmətinin islahını yaratmaq üçün, tələb eləmək üçün, onları islah eləmək üçün. İmam Sadiq əleyhissalatu vəssalam buyurur, Allah bizi yer üzündə siz insanlara imam qərar verib, sizləri islah eləmək üçün. Bizlərin hər hansı bir yerdə, çətinliyimizdə, hasandığımızda, hər bir yerdə bizə yol göstərmək üçündülər. Və qeyb elmini onlar bilirlər. Allah qeyb elmini onlara veribdir. Necə ki Allah Quranda buyurur, qeyb elmini bir mən bilirəm, bir də o şəxslər ki mən onlardan razıyam, o şəxslər də ibarətdir imamlardan. Əgər bir insan imamlara sığınsa, imamlara təvəssül eləsə, imamların sözlərindən istifadə eləsə, öz evinin qayda və qanununu imamın sözü ilə qərarlaşdırsa, öz proqramını imam sözü ilə
hərəkətə gətirsə, bu insan elə bil Qur'ana əməl eləyib, bu insan Peyğəmbərlərin sünnətinə əməl eləyib, Peyğəmbərin sözlərinə əməl eləyibdir. Çünki imam Qur'anı və Peyğəmbəri təmsil eləyir və insanlara həqiqəti çatdırır. Mövla Əmirül Müminin Əli ibn Əbi Talibdəndir. Bir nəfər ravi deyir ki, Kufə məscidində idim. Ağa Əmirül Müminin sübh namazına gəlmişdi və mənə dedi ki, ey filani, get Kufədə filan küçənin o başında, yolun kənarında bir ev var. Bir xanım, bir kişi orada ixtilaf eləyir və orada onların mübahisələri var. Get o xanımla o kişinin ikisini də götür, gətir məscidə. Bu şəxs deyir, mən Ağa Əmirül Müminin Əli ibn Əbi Talibin sözünə əməl eləyib, əmrinə itaət eləyib, getdim, gördüm, bəli, sübh vaxtıdır, bir kişi bir qadınla evdə mübahisə eləyirlər. Hətta mübahisələri o qədər yuxarı qalxıb ki, həyətlərinə girəndə səslər eşidilir. Qapılarını döydüm, dedim, ağam Əmirül Müminin Əli ibn Əbi Talib sizi məscidə çağırır. Və bunlar mənə qoşuldular, gəldik məscidə, Ağa Əmirül Müminin huzuruna, xidmətinə. Ağa Əmirül Müminin sual elədi, siz nə üçün bir-birinizlə ixtilaf edirsiniz? Nə üçün bir-birinizlə mübahisə edirsiniz? Deyir, əvvəl xanım dinləndi. Dedi, ya Əmirül Müminin, mən 3 gündür bu bəylə evlənmişəm, bu ağa ilə mən ailə qurmuşam və lakin bu ağa öz öhdəsinə düşən vəzifəni eləmir. Mən də öz haqqımı tələb eləyirəm ondan və ona görə də biz hər gün mübahisə edirik və ixtilaf edirik. Ağa Əmirül Müminin üzün tutdu o kişiyə, dedi, yaxşı, sən bu xanımla evlənmisən, nə üçün bunun haqq və hüquqların əda eləmirsən? Nə üçün sən öz vəzifəvi əncam vermirsən? Deyir, ravi deyir ki, bu kişi dinləndi, dedi, ya Əmirül Müminin, düzdür mən bu xanımla evlənmişəm, düzdür bu xanımla ailə qurmuşam və lakin bu mənim evimə daxil olandan sonra mənim içimdə elə bir qüvvə qalxdı ki, mən bu xanımla ər-arvad olmağını istəmirəm. Yəni, özümlə bacarmıram ki, mən bundan ailə olum, mən burada bununla ər və arvad kimi davranım. Özümdən asılı deyil. Ha istəyirəm və lakin içimdən gəlmir və eləyə bilmirəm ki, mən öz vəzifəmi əncam verim. Ağa Əmirül Müminin Əli ibn Əbi Talib əleyhissalatu vəssalam, bax burada bir həqiqət, bu nöqtələr var, bax imam budur. Bu nöqtədən anlayarıq ki, imam insanlar üçün nə qədər önəmlidir, insanlar üçün nə qədər əhəmiyyətlidir. Ağa Əmirül Müminin Əli ibn Əbi Talib üzün tutdu o xanıma, dedi, səni an verirəm Allaha, səndən nə sual eləyəcəyəm, suallarıma düzgün şəkildə cavab verərsənmi? Bu xanım dedi, bəli, ya Əmirül Müminin, cavab verərəm. Ağa Əmirül Müminin buyurur, sən cavan bir qız idin, sənin əmi oğlun səni istəyirdi, səni eşq elan elədi və sən də onu istəyirdin, düzdürmü? Bu xanım dedi, bəli, ya Əmirül Müminin, düzdür. Ağa buyurdu ki, onda sənin əmin elçi gəldi sizin evə, sizin atanızdan sizi istədi oğluna, atan səni ona vermədi, düzdürmü?
Xanım dedi, bəli, ya əmirul müminin. Ağa buyurdu, ondan sonra sən gizlin şəkildə əmi oğlunla əlaqən oldu, münasibətin oldu. Ta o həddə çatdı, sən hamilə qaldın gizlin şəkildə. Və lakin bu hamiləligi heç kimə bildirmədin, yalnız və yalnız anava bildirdin. Düzdürmü? Xanım dedi, bəli, ya əmirul müminin. Dedi, sən uşağı dünyaya gətirdin gizlin şəkildə və ananla bu uşağı götürdünüz, apardınız filan məhəllədə, filan bir yerdə bir zibillik bir yer var idi. Uşağı bir parçaya bükdünüz və o zibillikdə qoydunuz və qayıtdınız. Düzdürmü? Xanım dedi, bəli, ya əmirul müminin. Ağa buyurdu, siz bir neçə metr o uşaqdan kənarlaşandan sonra sən geriyə baxdın, ana idin, geriyə baxdın. Gördün, bir neçə dənə it o uşağı parçalamaq istəyir. Ana olaraq dözə bilmədin, əyildin bir daş götürdün, istədin o itlərə vurasan və lakin o daş o uşağın alnına dəydi. Düzdürmü? Dedi, xanım dedi, bəli, ya əmirul müminin. Dedi, onda sən qayıtmaq istədin uşağın yanına və lakin anan səni qolundan çəkib səni uzaqlaşdırdı. Düzdürmü? Dedi, bəli, ya əmirul müminin. Dedi, ondan sonra sizin o uşaqdan heç bir xəbəriniz olmadı, heç bir məlumatınız olmadı. Düzdürmü? Xanım dedi, bəli, ya əmirul müminin. Ağa buyurdu və lakin sizdən sonra bir neçə insan gəldi, o zibillikdən keçəndə o uşağı götürdülər, apardılar, böyütdülər. Böyüdəndən sonra o uşaq həddi buluğa çatdı və həddi buluğa çatandan sonra onu böyüdənlər sizi gördülər və sizə elçi gəldilər və sizi də həmən oğlana verdilər və sizin toyunuz oldu və siz evləndiniz və lakin siz ana və balasız, həmən oğlan, həmən uşaq, bu oğlandır ki, böyüyübdür. Lakin Allah istəmədi, sizin imama olan etiqadınıza görə, sizin imamı qəbul elədiyinəz görə Allah istəmədi ki, sizin aranızda ər və arvad münasibəti olsun, qadın və kişi münasibəti olsun. Çünki siz ər və arvad deyilsiniz, siz ana və balasız. Allah bunu istəmədiyi üçün ona görə bu oğlanda elə bir vəziyyət Allah yaratdı ki, o sizə meyil eləmədi. Çünki siz onun anasısınız, o sizin oğlunuzdur. Qeyri-şər'i də olsa, o sizin oğlunuzdur. Sizin oğlunuz olduğu üçün Allah istəmədi ki, sizin aranızda belə bir münasibət yaransın. Ona görə bu vəziyyət yaranıbdır. Ona görə siz ailə ola bilməzsiniz, siz ər və arvad ola bilməzsiniz, siz ana və balasınız. Gedin, ana və bala kimi yaşayın. Baxın, Əmirul Müminin Əli ibn Əbi Talib bir anaya, bir balaya nicat verdi. Baxın, imam budur. İmam bizim ən çətin və bilmədiyimiz o cəhalət yerlərini imam bizə açıqlayır. Əgər bir nəfər imaməti qəbul eləməsə, əgər bir nəfər özünə imam görməsə, əgər Allahın təyin elədiyi bir imamı qəbul eləməsə, bu insanın mənəviyyatı qaranlıq olacaq. Mən bir ayə də deyim və sözümü tamamlayım. Bir ravi deyir ki, İmam Baqir əleyhissalatu vəssalamdan sual elədim. Dedim, ağa, sizin şiələriniz bu ayənin təfsirindən sual edirlər. Əmmə yətəsəəlun.
ənin nəbə'il əzim. Sual edirlər ki, bu ayənin təfsiri nədir? İmam Baqir əleyhissalatu vəssalam buyurdu, mən xəbər verərəm, bu təfsir bizlikdir. Mən xəbər verərəm. Və Həzrət buyurdu ki, əmmə yətəsaəlun. Əmmə yətəsaəlunun mənası budur ki, biri digərindən sual eləmək. Ağa buyurdu, hiyyə əmirul müminin salavatullahi aleyh. Bu ayədən məqsəd ağa əmirul müminindir. Və buyurdu, ənin nəbə'il əzim, böyük xəbərdən sual edirlər. Böyük, əzəmətli bir nəbədən sual edirlər. Ağa buyurdu, bundan məqsəd əmirul müminindir. Çünki əmirul müminin özü buyurubdu ki, Allahın bu ayəsi məndən böyük deyil. Mən Allahın böyük ayətiyəm. Mən Allahın böyük xəbəriyəm. Əmirul müminin Əli ibn Əbi Talib əleyhissalatu vəssalam Allahı insanlara tanıtdırırdı. Əgər İslamda 5 məzhəb varsa, bunların etiqad alimlərinin hamısının ustadı əmirul müminindir. Ona görə ağa əmirul müminin buyurdu, Allahın bu ayəsi məndən böyük deyil. Yəni bundan, bu ayədən məqsəd mənəm. Allahın ayəsi mənəm, Allahın nişanəsi mənəm. Baxın, belə ayələr nə qədər istəyirik ki, Qur'an-ı Kərimdə var. Həqiqətdə ağa əmirul müminin Əli ibn Əbi Talib Qur'anın təfsirini, Qur'anın izahını elə insanlara öyrədirdi ki, dərk eləyən insanlar ağa əmirul mümininin məqamını anlayırdılar. Dərk eləməyənlər təbii ki, anlamırdılar və bu gün də anlamırlar. Ona görə də əzizlər, vəzifəmiz budur ki, Allah təyin elədi ki, imam dalıca gedək. İnsanlar təyin elədi ki, imamlar, rəhbərlər xəta da eləyərlər, günah da eləyərlər, ədalətsizlik də eləyərlər. Amma Allah təyin elədi ki, imamlar, rəhbərlər xətaya belə yol verməzlər. Necə ki, İmam Sadiq ağa buyurur, günah bizim zehnimizdən keçməz. Vaxtı ki, günah onların zehnindən keçməz, bunlar tam ədalətli bir şəxslərdilər. Bunların dalıca getmək bizə nicat verəcək. Düşünmə, indi mən imam zamanı necə görürüm, görmürəm, necə dalıca gedim. İmamın göstərişləri var, sifarişləri var. Alimlərimiz bu kitabları yazıblar, onlar imamın göstərişləridir. Əgər biz onlara əməl eləmiş olsaq, elə bir imam dalıca gedirik, o xəttindən gedirik. Allah bu düzgün, bu dürüst xəttindən getməkliyi hamımıza nəsib eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.